Bəzən bir ağzı açan kimi dərhal deyirlər ki, məsələn, Quranda imamların adı varmı? Göstər mənə imamın adını. Bir haşiyə kimi deyim ki, Quranda bilirik ki, Musa peyğəmbərin də, İsa peyğəmbərin də adları bizim Həzrət Peyğəmbərdən daha çox çəkilir. Ad çəkilmə önəmli bir şey deyil ki, bunu qabardaq. İndi belə çıxır ki, Musa peyğəmbər belə daha üstün idi ki, onun adı daha çox çəkilsin. Peyğəmbərin tanınmış görkəmli sahabələri olub. Ancaq Quranda Zeydin adı var. Yəni, İslam tarixində oxuyanlar bilir ki, Zeyd səhabə kimi önəmli bir fiqur deyildi. Halbuki orada səhabə ada baxılsaydı, daha üstün sahabələrin adları qeyd edilərdi. Və ya Əbu Ləhəb, Peyğəmbərin əmisi. Əbu Ləhəb o cür babası Əbdülmüttəlibin adı çəkilmədi. Əbu Talibin adı çəkilmədi bu. İmama da bu cür sual verirlər ki, deyir sizin adınız Quranda var. İmam da təxminən bu cür deyir ki, bəli. Deyir ki, necə yəni, anı Quranda yoxdur axı. Deyir ki, sən vəsflərə baxsan. Sən biləcəksən orada kimdir. Adları təhrif etmək olar. Məsələn, deyir ki, orada Əli adı olsaydı, deyəcəklər ki, mən nə bilim Əli deyəndə kim nəzərdə tutulur? Əli ibn Əbu Talib olsun. Deyəcəkdir Əli ibn Əbu Talib, deyəcəkdir ki, o dövrdə başqa Əli ibn Əbu Taliblər də olardı. Amma vəsfləri təhrif etmək olmur. Ona görə o rükû halında zəkat verən söhbəti, mübahilə ayəsi və bu cür hallarda görürsünüz ki, biz o vəsiflərlə bilirik, adları təhrif etmək olsa da vəsifləri də olmur. Bizə daha yaxın tarixdən, Peyğəmbərin tarixindən olan hadisələri rədd edirlər. Salih Peyğəmbərin dövründən Quran deyib deyə qəbul ediblər. Fil hadisəsi baş verib, ondan sonra neçə illər keçibdir, Allah Peyğəmbərə Peyğəmbərlik veribdir. Peyğəmbər sələvatullah o zaman deyəndə ki, ələm tərə keyfə fəalə rabbuka bi əshabil fil. Onun ətrafında olan insanların heç birisi Peyğəmbərə demədi ki, sən özün görmüsən. Sən özün görmüsən. Quşun dimdiyindən gələn bir daş filin başına düşür, onu öldürür. Bu qəbul olunmur. Amma halbuki Peyğəmbərin zamanında yaşayan səhabələr bu iradı Peyğəmbərə bildirmədilər. Yusufun qissəsini danışanda deyirsən o zamanda yaşamamışsan. Amma mən indi sənə bunu bir hadisə kimi nəql edirəm. Sən Peyğəmbərin ətrafında olan əshablardan heç birisi Peyğəmbərə demədi ki, sən Yusufun zamanında olmusan, bunu deyirsən mənə. Çünki onlar Peyğəmbərinə iman gətirmişdilər, vəhyin konkret olaraq Allah tərəfindən olmasına iman gətirmişdir deyə. Xeyr, Peyğəmbər özü iştirak etmədiyi hadisələrdən xəbər verir. Məsələn, tarixən sabit olmuş şeyləri biz danışanda deyirlər ki, elə bil Peyğəmbərin yanında olmusan, səhabələri görmüsən. Quran deyiləndə elə bilirlər ki, ancaq risalət, namaz qıl, oruç tut filan elə. Allah Taala özü kimlərinsə sözlərini nəql edir. Musanın sözünü, Loğmanın sözünü, elə bilmir Peyğəmbərdir, Peyğəmbər deyil də. Yəni Allah özü şəxsən söz deyə bilərdi. Nə ehtiyac var idi ki, burada məsələn Loğmanın oğluna olan bir şeyini desin. Allahın başqa kəslərin sözünü nəql etməsi. Bəli, sanki Qurani-Kərim hamılıq, yəni başdan ayağa hamısı Allahın öz sözüdür. Biz deyirik ki, xeyr, Allahın öz sözü deyil. Məsələn, Yusuf əleyhissalatu vesselam hadisəsinə gələndə deyir ki, Züleyxa belə dedi Yusufa, Yusuf da ona belə dedi. Götürür onların müzakirə məsələsini Qurana salır.